Yoldaşlar, sizi diqqətli olmağa çağırıram. Mən düşünürəm ki, panelimizi başlaya bilərik artıq. Buyurun. Çox sağ olun, Tuğ müəllim. Hamınızı xoş gördük. Sonuncu panel olmasına rəğmən böyük əksəriyyət buradadır. Strateji idarəetmə paneli inanıram ki, biz digər panellərlə yaxşı rəqabət apara biləcəyik. Mən bəlli olanda ki, spiker olacağım, düşündüm ki, nədən danışım və fikirləşdim, mən nə iş görürəm, bəlkə ondan danışım. Mən əsas gördüyüm iş şirkətlərə strateji toxunuşlar eləməkdir, şirkətlərə strateji müdaxilə eləməkdir və bu ilə dəyər yaratmaqdır. Son 10 ildə 100-dən çox şirkətdə bizim strateji transformasiya layihələrimiz olub və bu layihələrdə, bu işlərdən bir çox dərslərimiz var, bir çox təcrübələrimiz var, dərs çıxartmışıq və onları istədim ki, ümumiləşdirim və 5 əsas dərsi sizinlə bölüşüm. 5 əsas dərsi istədim sizinlə bölüşüm. Bunun birincisi sual vermək məsələsi. İstənilən strateji çalışma düzgün sual verməklə başlayır. Yəni, sual vermək ən vacib məsələdir. Şirkətin strategiyasının müəyyən olunmasında, hansısa bir strateji təşəbbüsdə sual vermək, doğru sual vermək böyüməyə aparan əsas rıçaqlardan biridir şirkətin inkişafı üçün. Ümumiyyətlə, böyüməyə məcburuqmu? Ümumiyyətlə, belə bir sual da çıxır, dostlar. Sizcə, böyüməyə məcburuq? Bəzən hə. Böyüməyə məcburuq. Hə, Edqar müəllim. Bu biznes elə bir lənətlənmiş çevrədir ki, girdinsə bunun içinə, böyümək məcburiyyətindəsən, təəssüf ki. Çünki böyüməyəndə rəqiblər böyüyəcək və sən nəticə etibarilə kiçik qalacaqsan və bura girmişsənsə, imkan varsa böyüməlisən. Əks halda kiçiləcəksən. Böyümə əgər zərurətdirsə, biz bu böyüməyə necə ən optimal şərtlərlə gedək, bunun üçün biz düzgün suallar veririk. Və mən həmişə diaqnostika eləyəndə şirkətləri baxıram ki, bu məsələyə taktiki fragmental yanaşırlar bir çox hallarda. İnkrement düşüncə ilə yanaşırlar. Məsələn, düşünürlər ki, keçən il 10 milyon satmışıq, bu il satarıq 11 milyon, 12 milyon, 10%, 20%. Elə bir kilidlənirlər mövcud rəqəmə. Keçən ilin rəqəmlərinə bir kilidlənirlər. Və potensial nə qədərdir? Mən həmişə bu sualı verirəm. Yəni, bizi 2 dəfə böyüməyə nə qarşısını alır? Bu, ən ciddi suallardan biridir. 2 dəfə, 3 dəfə böyüməyə nə mane olur? Bu sual əslində strateji transformasiyanın ən açar sualıdır. Bu sualı verdi, 2 dəfə böyüməyə nə mane olur? Ola bilər ki, 2 dəfə böyüməyə imkan yoxdur, amma 60% böyüməyə imkan var. Amma biz yenə də nə edirik? İnkremental düşüncə ilə 10%, keçən ilin üstünə 20% gələk. Bazar nə boydadır? Bazarda hansı potensial var? Biz çox vaxt bu imkandan məhrum oluruq. Və bu sualı özümüzə versək, baxırıq ki, bəzən Natiq müəllim demiş, biz biznes modeli dəyişməklə 2 dəfə yox, bəlkə 3 dəfə də böyüyə bilərik. Və yaxud yeni bir satış kanalına çıxmaqla 2 dəfə böyüyə bilərik, və yaxud 70% böyüyə bilərik əslində. Amma bu sualı biz düzgün verməyəndə, o potensiala baxmayanda biz nə edirik? Deyirik, hə, bir 20% böyüyək, büdcəmizi də ona görə eləyirik, fəaliyyət planımızı da ona görə eləyirik. Ona görə düzgün sual vermək lazımdır, potensialı düzgün müəyyənləşdirmək lazımdır. Çünki, bayaq dediyimiz kimi, bu lənətlənmiş çevrədə biz böyümək məcburiyyətindəyik, o böyüməyə nə qədər yer var? Onu dəqiq müəyyən. Əgər o 2 dəfə böyümə ehtimalı varsa, şans varsa, rəqib böyüyə bilər, biz əzilə bilərik. Ona görə o sualı ilk növbədə biz verməliyik. Və o potensialı başa düşməliyik. Bazarın və özümüzün potensialını.
Yəni strateji transformasiyada bizim mənim çıxartdığım öz təcrübəmizdən əsas məsələ o ki, düzgün sual vermək lazımdır. Ən ciddi strateji sual da budur ki, bizi dəfələrlə böyüməyə nə mane olur bizim dəfələrlə böyüməyimizi? 2 dəfə, 3 dəfə böyüməyimizi nə saxlayır? İkinci məsələ, imtinanlara hazır olmalıyıq. Nəyisə qurban verməyə hazır olmalıyıq. Bəzən biz emosional yanaşırıq və əlimizdə olan nələrdənsə vaz keçə bilmirik. Çox həmişə yaxşı deyil. Bu bir aksiyondur. Məsələn, bir də görürsən ki, sənin bir məhsulun var, kifayət qədər də gəlirli məhsuldur. Kifayət qədər də gəlirli məhsuldur. Amma şirkətin rəhbərliyinin elə o qədər ciddi vaxtını alır ki, bunu çox vaxt biz hesablamırıq axı. Və bu məhsulu çıxartsa şirkətin ümumi effektivliyi daha çox olur. Amma məhsula ayrılıqda baxanda çox gəlirli məhsuldur. Amma o məhsul bizim kapasitəmizi nə qədər məşğul edib. Ümumiyyətlə, bizim şirkətlərdə mənim gördüyüm ən ciddi sıxıntılardan biri operation managementə, əməliyyat menecmentinə və kapasitəyə fikir verməməkdir. Kapasitəni düzgün hesablamamaq. Mənim kapasitəmi nə yiyir? Mənim resurslarımı nə məşğul eləyir? Hansı məhsul daha çox onu götürür? Mənim yanımdadır 2017-ci il idi. Yay ayıydı. Azqarantada biz müxtəlif məhsullar satırdıq. Ən çox bizim lojistik tərəfimizi zanit eləyirdi su. Bildiyimiz bu su. 30-35% bizim lojistik kapasitəmizi məşğul eləyirdi. Satışımızın 5%-ini verirdi. Mən süni olaraq dayandırdım. Dedim, qardaş, satmırıq. Dayandırıq, bizə lazım deyil. Biz fokuslanaq digərlərinə. Araq sataqına, böyle meyvə şirəsinə fokuslanaq. Yəni, çox satıb, biz bəzən özümüzün də xəbər olmadan fikir vermirik ki, bu bizim nə qədər önümüzü kəsir. Özlüyündə yaxşıdır, satırıq, pul gəlir. Amma əslində bu bizim kapasitəmizi nə qədər özünə çəkir. Bu bizim nə qədər qarşımıza alır, onu bəzən biz hesablamırıq. Yəni, ikinci bizim çıxartdığımız dərs odur ki, çox həmişə yaxşı deyil. Biz həmişə özümüzə sual verməliyik ki, kapasitəmizi hara yönəldək ki, onun geri dönüşü daha çox olsun. Üçüncü məsələ çarx məsələsi. Mənim bu tez-tez işlətdiyim sözdür. Əməkdaşlıq elədiyim yoldaşlar bunu məndən tez-tez eşitiblər. Əvvəl çarx fırlansın, pis yaxşı. Sonra düzəldərik. Məsələn, şirkətdə tutaq ki, kateqoriya menecmenti institutu hələ formalaşmayıb. Deyirik ki, gəlin hələ kateqoriya menecmentin olsun, onların bir bonus sistemi olsun, bilsinlər ki, bu kateqoriyanın o cavabdehdir. Pis yaxşı, sonra təkmilləşdirərik. Bəzən idealist düşüncə, mükəmməlçilik bizə mane olur nə isə qurmağa. Ona görə də transformasiyada əsas açar məsələlərdən biri çarxları yerdən qoymaqdır. Yəni, şirkətin müqəddəratını təyin edən, tutaq ki, 10 dənə, 15 dənə çarx var. Onları yerinə qoymalıyıq, sonra onları təkmilləşdirməliyik. Dördüncü məsələ odur ki, eyni vaxtda çox dəyişiklik eləmək israfdır. Net olaraq. Eyni vaxtda biz çox dəyişiklik eləyirsə, bu israfdır və səhvdir. Məsələn, tutaq ki, bəsit misal verim. Satışı artırmaq istiqamətdə 5 dənə fikriniz var. Hesab eləyirsiniz ki, bu A-nı eləsəz, tutaq ki, yeni məhsulları portfelə əlavə eləyə bilərsiniz. Tutaq ki, yeni bir bonus sistemi yarada bilərsiniz. Nə bilim, yeni bir merchandising sistemi. 5 dənə satışı artırmağa yönəli bir iş eləyərsiniz və bunların effektlərini ayrı-ayrı hesablayarsınız. Baxarsınız ki, mən cəmi 60% artımı haqq eləyirəm və çox da haqlı olarsınız cəmləyəndə, amma 60% olmur. Çünki istənilən dəyişiklikdə stakeholderlər bunu həzm eləməlidir. Stakeholderlər, digər maraqlı tərəflər hazır olmalıdır. Bu misalda müştəri deyək, stakeholderlərdən biri müştəridir. Yəni biz 60% satış artımını haqq eləyirik. Bəs müştəri öyrəşdiyi məbləğin üstünə 60% qoymağa, bizə 60% hər ay daha çox pul verməyə hazırdırmı? Hər ay bizə 1000 manat ödüyordu.
İndi gələn ay biz bu dəyişikliyə birdən-bir eləmişiksə, o bizə 1600 ödəyəcək, heç vaxt ödəməyəcək. Biz həzm elətdirə getmə. Əks halda o 60% haqq elədiyimizə yönəlik resurslar israfdır. Biz ən vacib 2 dənə 3 dənə toxunuş eləyəcəyik, onun haqqını alacağıq, onun geri dönüşünü eləyəcəyik, sonra növbəti mərhələlərdə digər dəyişiklikləri resurs xərcləyəcəyik. Eyni vaxtda çox dəyişik eləmək israfdır. Biz hazırıq. Bəs işçilərimiz hazırdırmı? Müştərilərimiz hazırdırmı? Tədarükçülər hazırdırmı? Sahibkarlar hazırdırmı? Və s. Təkcə israf deyil, həm də risklidir. 5-ci məsələ güclü tərəflərə fokuslanmaq məsələsidir. Biz bəzi hallarda yox, çox hallarda çatışmazlıqlarımıza fokuslanırıq. Bu da bizi əslində pis yerlərə aparır. Biz əksər hallarda, 95% hallarda güclü tərəflərimizə fokuslanmalıyıq. Xoşbəxtlik bizim rəqabət üstünlüklərimizdədir. Ora fokuslansaq biz daha yaxşı geri dönüş alarıq. Problemli uşaq problemi yəqin keçdiniz. Baxın, ailədə bir problemli uşaq varsa, biz nə edirik? Xüsusi qayğı eləyirik. Birinci o yemək yedimi, yatanda üstünü örtmüşükmü, düzdür? Belə olmalıdır. Problemli uşağa daha çox diqqət eləməliyik. Amma biznesdə belə deyil, qətiyyən belə deyil. Biznesdə biz problemli uşaqlara fokuslandıqca biznes itirəcək. Məsələn, sahibkarsan 5 mağazan var, biri axsıyır. İnstinktiv olaraq, intuitiv olaraq sahibkar işə gələndə birinci gedir o mağazaya. Ortaya kimi orada keçir vaxtın. 50% getdi, gəlir sonra digər 4 dənə ilə bağlı fikirləşir. Ən az diqqəti o mağaza haqq eləyirdi. Amma nə edir? Ən çox diqqət ora eləyir. Yəni, problemli uşağa çox fokuslanırsan, bu şirkəti geriyə atan bir şeydir. Daha çox diqqəti biz, diqqət haqq eləyənləri eləməliyik. Diqqəti daha çox hansı hissələr, biznesin hansı hissələri haqq eləyirsə, oraya yönətməliyik ki, daha yaxşı geri dönüş alaq. Yəni, əskiçiliklərə, çatışmazlığa fokuslanmaq çox halda şirkətləri bəlaya salır. Deməli, biz dostlar, bugün sizinlə strateji transformasiyadan çıxartdığım 5 dərsi mən sizinlə paylaşdım. Bir, düzgün suallar verməliyik böyümək üçün. Hansı ki, bu məcburiyyətdir. Bu lənətlənmiş çevrədə başqa yolumuz yoxdur və burada biz düzgün suallarla, düzgün stratejiya müəyyənləməliyik. İkinci, imtinalara hazır olmalıyıq. Hansı ki, bizim kapasitəmizi yeyir, bizi pis vəziyyətə salır. Özlüyündə gəlirlidir, amma şirkət üçün ciddi dəyər yarada bilmir. Onlardan imtina eləməyi bacarmalıyıq. Üçüncü, əvvəlcə çarxı təmin eləməliyik, sonra onu daha yaxşı fırlatmaq haqqında düşünməliyik. Dördüncü, bütün dəyişiklikləri eyni vaxt eləmək israfdır, mərhələləri getməlidir. Bir dəyişiklik, iki dəyişiklik, iki dəyişiklik haqqını verib sonra digərlərinə keçmək lazımdır və güclü tərəflərə fokuslanmaq 95% hallarda daha ağlabatandır və daha effektivdir. Çox sağ olun. Təşəkkür. Çox sağ olun, Anar müəllim. Sağ olun, Turan. Hazırlaşırdım deyən 5 dəqiqə vaxtımız qalıb, amma vaxtında lakanik çıxış oldu. Bu sual-cavaba çox vaxtımız qalıb. Bəli, bəli. Elə ilk sualımı vermək istəyirəm sizə, növbəti spikerimizə keçməzdən öncə. Siz qeyd elədiniz ki, transformasiya vacibdir, dəyişiklik uğura aparan yoldur. Mən bir çox sahibkarlarla danışanda, peşəkarlarla, idarəçilərlə danışanda eşidirəm ki, insan qərar verib intuisiyaya əsaslanıb. İntuisiyaya əsaslanaraq qərar verib. Mən o məsələləri araşdıranda bir mövzu yadıma düşdü. Daniel Kahneman öz kitabında yazır ki, Nobel mükafatçısıdır iqtisadiyyat üzrə. Kitabında yazır ki, intuisiya təcrübəyə əsaslanan sürətli qərar vermədir. Və mən düşünürəm ki, intuisiya çox vacib bir məsələdir. Bəli, əsassız deyil. Bəli, bayağı yanaşsa da peşəkarın əlində intuisiya əsaslıdır. Transformasiya etdikdə də şirkət resurslardan, müəyyən resurslardan imtina eləməlidir. Razısınız? Bəli. Yaxşı, hansı resursdan imtina eləyəcək qərarı verəndə
intuisiyaya əsaslanmalıyıq yoxsa dataya, məlumata? Yox, hesablamaq lazımdır. Bayaq dediyim kimi, yəni o nə qədər dəyər yaradır? O şirkətdən aldığı bir resurs var, kapasitemizi uğurluyur. Onun geri dönüşü nə verir? Bunu biz hesablamalıyıq, amma intuisiyanın da 5% bir rolu var. Onu da danmaq olmaz. Çünki bəzən baxırsan ki, çox ciddi bir araşdırmadır. Rəqəmlərlə hər şey doğrudur, amma inanmadın. O səni inandıra bilmədi. İntuisiyaya o güc gələ bilmədi. O halda ola bilər ki, sən intuisiyanı eləyərsən. Məşhur Apple Store кейsindəki kimi o Apple şirkəti çox böyük araşdırma şirkətinə sifariş verir ki, bu Apple Store'lar işləyəcək yoxsa yox. Araşdırma çox peşəkar və böyük bir araşdırmanın nəticəsi yox cavabıdır, amma Steve Jobs bir təhqiramiz bir söz işlədir, çıxır otaqdan və qərar verir ki, Apple Store'ları açmaq lazımdır. Bu gün də çox uğurludur. Yəni, intuisiyanı qırağa qoymaq olmaz, amma bu demək deyil ki, biz hər şeyi intuisiya bağlı. Bunun 5%-dən çox ola bilməz də yeri. Təşəkkür, çox sağ olun. Sağ olun. Təşəkkür çıxışa görə. Sağ olun.